Şəkidə polisə cinayət törədilməsinə dair bilə-bilə yalan məlumat verən 1989-cu il təvəllüdlü Solmaz Qədimova məsuliyyətə cəlb olunub. Məlumata görə 37 yaşlı qadın ərinin avtomobil almaq üçün yığdığı puldan 1300 manat xərcləyib. Qadın pulu yerinə qoya bilmədiyi üçün maraqlı ssenari fikirləşib. Solmaz ərinə zəng edərək həyətə 3 maskalı şəxsin daxil olduğunu, onlardan birinin bıçağı onun boğazına dirədiyini və pul tələb etdiyini bildirib. O, uşaqlarının və özünün ölümlə hədələndiyini bildirərək sözdə oğrulara 1300 manat və boynundakı 10 manatlıq bujuteriyanı vermək məcburiyyətində qaldığını deyib. Solmaz Qədimova heç kimin şübhələnməməsi üçün boynundakı bujuteriyanı özü qoparıb və nəticədə boynunda iz qalıb. Qadın tapılmaması üçün bəzək əşyasını ayaq yoluna atıb. Sonradan isə polisə olmayan hadisə ilə bağlı məlumat verilib. Cinayət işi başlandıqdan sonra isə Solmaz Qədimova vəziyyətin qəlizləşdiyinin fərqinə varıb və əməlini etiraf edib. Məhkəmənin qərarı ilə Solmaz Qədimovanın azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılır.